millət qalıb pərişan halda. Bəzi onun fəhnesində işləyənlər və qohumları şəhərlərdə trolluq edirlər ki, Kamal müəllim çörək verən nazirdir. Yalansa girsin o çörək onun gözünə. Kimin çörəyini verirsiniz? Bu videoda Kemaləddin Heydarovun bağı üçün Fövqəladə Hallar Nazirliyinin işçiləri necə səfərbər olub, bağının yaxınlığından, bağının özündən suları necə çıxardırlar, amma millət qalıb nə halda? Şlanq nə uzunluqda, girsin o şlanq da Kemaləddinin gözünə. Bundan artıq nə sübut ki, o yaramaz nazirdir. Videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Məhz Fövqələdənin maşını dayanıb bircə nəfər üçün, bir nəfər bağı üçün, həyəti üçün dayanıb. Bu boyda kənddə 2 dənə kənd məsəl üçün də Şağan Buzovna suyun içində qalıb, amma sırf bir həyətdən çəkilib bu şlanq. Bəs başqa cəmaatın işi necə olacaq? Yolu bağlayıblar artıq, görürsünüz. Kimin də o bağ? Özüm tanımasam da, amma mənə dedilər ki, bu Kemaləddin Heydarovun bağıdır. Oranın suyunu təmizləyir. Bax, polis maşında dayanıb. Yolu bağlayıblar, əməlli başda, yəni. Görürsünüz, bax. Yaxşı deyə, yəni ki, yol təmizləməlidir, belə işləməlidir. Məsələ ondadır ki, niyə bir nəfərə görə olur, yəni? Müəyyən belə bir quyular var da, bunların bu tərəfdən, kənd tərəfdən gedənləri bağlayıblar ki, o Şağandan gələn su getsin dənizə. O bağlanan hissələr ki, yoxdur, ora gedən su, buradan bax, yerdən çıxır və belə aləm gölməçəyə çevirir. Hamısı bir-birinə əlaqəlidir də. Deyə, axır buradan gedir, burada da toplanır, yıxılırsa. Qalan məhəllələr də ki, buyurun da. Necə cəmaat evinə belə gedib gəlir. Belə dövlət olar, belə inkişaf olar. Girsin İlham Əliyevin gözünə bu inkişaf. Deməyin bu sözü mən. Səhv danışıram əziz milləti. Yəni mənim sözüm o deyil, o suyu vurur oradan həyətindən. Məsələ onda deyil. Məsələ ondadır ki, axı bütün ölkə bu gündədir, bütün kənd bu gündədir, bütün kənd bu gündədir. Şağan, Buzovna, o birisi kəndlər. Niyə bir nəfərin həyətinə o fövqəladə dayanır, iş görür, digərləri baxın. Nə böyük bir zibilsən sən, Kemaləddin Heydarov. Nə olsun nazirsən? Millətə xidmət eləməlisən, sənin işçilərin sənə xidmət eləməli deyil. Evindən, bağından, heç yaşamadığı bağından nəyinə qismət olsun sənin? Yasına qismət olsun sənin ora. Kemaləddin Heydarov. Cəmaət niyə bu vəziyyətdədir? Səfərbər elə də adamlarını. O təzə dövlətin büdcəsindən alınan avtomobilləri.